Yanvarın 21-də Xankəndi şəhərinə ilk köç olub. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bölgə TV-yə verilən məlumata görə, ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərdən ibarət 36 ailə 162 nəfər doğma yurduna qayıdıb. Onların 35 ildən sonra Xankəndiyə qayıdışı böyük coşqu ilə qarşılandı. Əvvəlcə dövlət himni səsləndirildi. Bizə torpaqlarımızı qaytaran şəhidlərimizin ruhu Xankəndidə ehtiramla yad olundu. Sakinlərə yeni mənzillərin açarları təqdim edən Xankəndi şəhərinə Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu ərazilər qısa müddət ərzində yenidən dirçəldilir. Müasir yaşayış məkanları, sosial infrastruktur obyektləri, yollar, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri bərpa və inşa olunur. Qəhrəmanov vurğulayıb ki, Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı təmin edilir və bu proses dövlətin daim diqqət mərkəzindədir. O qeyd edib ki, əsas məqsəd insanların təhlükəsiz, rahat və layiqli yaşayış şəraiti ilə təmin olunması, eyni zamanda bölgədə dayanıqlı iqtisadi və sosial həyatın formalaşdırılmasıdır. Çıxışı zamanı Səbuhi Qəhrəmanov ailələri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib, onlara firavan həyat arzulayıb. Elinə qayıdan sakinlərdən şəhid atası Kamran Nəsirov bu tarixi anlardan torpağa qovuşmağa xoşbəxtliyindən danışıb. Çıxış edən digər Xankəndi sakini Nadir Rəşidov da bu anı illərlə gözlədiyini, bu günləri yaşadan qəhrəman oğullarımız qarşısında baş əydiklərini deyib. ANAMA mütəxəssisləri də sakinlər təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Qeyd edək ki, Xankəndi şəhərinə ilk köç bölgədə həyatın bərpası və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində mühüm mərhələ hesab olunur. Xatırladaq ki, Xankəndi şəhəri və Kəlkicahan qəsəbəsi 1991-ci ildə işğala məruz qalıb. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan əskəri şəhərə nəzarəti bərpa edib. 15 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan dövlət bayrağını qaldırıb. 35 ildən sonra şəhərə həyat yenidən qayıdır. Xankəndidə bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Dövlət proqramı çərçivəsində ailələrin məskunlaşacağı mənzillər əsaslı şəkildə təmir edilib. Bütün zaruri kommunal və sosial infrastrukturlar təmin olunub. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən köç prosesi bundan sonra da Xankəndi şəhərinə mərhələli şəkildə davam etdiriləcək. Rəna Rövşənqızı, Bölgə TV.